Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif dərsliyindən olan elektrik dövrəsi və dövrə elementləri mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Birinci slaydda bizə bəzi tapşırıqlar verilmişdir. Bizdən soruşulur ki, axşam vaxtı otağı işıqlandırmaq üçün elektrik düyməsini basaraq lampanı yandırırıq. Sizcə elektrik düyməsi olmasaydı hansı problemlə üzləşərdik? Biz bilirik ki, gündəlik həyatda biz elektrik düyməsindən bir çox hallarda istifadə edirik. Əgər elektrik düyməsi olmasaydı, biz lampanı yandırıb və söndürə bilməzdik, yəni elektriki idarə edə bilməzdik. İkinci sualda bizdən soruşulur ki, əl fənəri və fen hər ikisi elektrik avadanlığıdır. Onların oxşar və fərqli cəhətləri hansılardır? Əslində həm əl fənəri, həm fen elektriklə işləyən cihazlardır. Sadəcə fəndə və əl fənərində cəryan mənbələri fərqlidir. Əgər biz əl fənərinin daxili quruluşuna fikir versək, görərik ki, əl fənərində adətən batareyalardan istifadə olunur. Lakin fen birbaşa elektrik mənbəyinə, yəni biz dəyişən elektrik mənbəyinə qoşuruq və bu zaman feni işlədə bilirik. Bunlar arasında belə bir fərqlər mövcuddur. Növbəti slaydda biz elektrik dövrəsi və dövrə elementləri ilə tanış olacağıq. Təbiət dərslərində elektrik dövrəsi və dövrə elementləri ilə tanış olmuşuq. Bir-biri ilə naqillər birləşdirən cəryan mənbəyi, lampa və açar sadə elektrik dövrəsini təşkil edir. Elektrik dövrəsinin sxemini çəkmək üçün dövrə elementlərinin şərti işarələrindən istifadə olunur. Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər. Cəryan mənbəyi, elektrik işlədicisi, yəni işlədiciyə aiddir lampa, elektrik zəngi, elektrik qızdırıcısı, televizor, elektrik açarı, elektrik ölçü cihazları, birləşdirici naqillər və s. Hər birinin müəyyən sxemləri var və biz bu sxemlərdən istifadə edərək elektrik dövrəsini əyani formada göstərə bilirik. Çünki biz hər dəfə hər bir elementin ümumi şəklini yox, onun şərti işarəsindən istifadə edirik. Yəni hər biri ilə tanış olaq. Evlərin tikilməsi üçün hazırlanan layihədə avadanlıqların şəbəkəyə qoşulması da nəzərə alınmalıdır. Ona görə də tikinti layihəsinə elektrik dövrəsinin sxemi də əlavə olunur. Dövrə sxemlərində istifadə olunan elektrik dövrəsi elementlərinin bəzilərinin şərti işarələri aşağıdakı cədvəldə verilmişdir. Biz bu şərti işarələri əzbər bilməliyik və lazım gəldikdə məsələ həllində dövrə elementlərinin qurulması, yəni dövrə sxemini çəkərkən bu şərti işarələrdən istifadə etməliyik. Ümumiyyətlə, elektrik dövrəsi iki hissədən ibarətdir. Xarici və daxili hissə. Xarici hissəyə aiddir cəryan mənbəyinin sıxaclarını birləşdirən naqillər, elektrik işlədiciləri və ölçü cihazları. Daxili hissəyə aiddir cəryan mənbəyinin daxilində yerləşir. Naqildən elektrik cəryanının uzun müddətini keçməsini təmin etmək üçün cəryan mənbəylərindən istifadə olunur. Cəryan mənbəyinin işi elektrik işlədicilərini enerji ilə təmin etməkdir. Bunlara aiddir batareya, akkumulyator, elektrik maşını, günəş paneli, bunlara misal göstərmək olar. Cəryan mənbəylərində elektrofor maşını, müxtəlif batareyalar, qalvanik element, akkumulyator, sabit maqnitli cəryan generatoru, günəş batareyaları, fizika laboratoriyasında işlədilən cəryan düzləndiricilərini göstərmək olar. Cəryan mənbələrində müxtəlif enerji növləri elektrik enerjisinə çevrilir. Məsələn, batareya və akkumulyatorlarda kimyəvi, elektrofor maşınında Y bəndini göstərilib. Kinetik ona görə ki, burada hərəkət var, hərəkət nəticəsində elektrik enerjisi əldə olunur. Günəş panelində bilirik ki, günəşin və işıq və istilik enerjisi elektrik enerjisinə çevrilir. Elektrofor maşını və sabit maqnit generatorlarında mexaniki enerji elektrik enerjisinə çevrilir. Yəni biz elektrofor maşını hərəkətə gətirdikcə biz burada elektrik enerjisi əldə etmiş oluruq. İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cəryan mənbəyi qalvanik elementdir. Qalvanik elementlərdə kimyəvi reaksiyalar baş verir və nəticədə kimyəvi enerji elektrik enerjisinə çevrilir. Qalvanik elementlər bugün ən geniş tətbiq olunan cəryan mənbələrindən biridir. Məsələn, batareyalar, akkumulyatorlar bunlara aiddir. Cəryan mənbəyində
elektrik yüklərinin ayrılması baş verir. Müsbət yüklər onun bir qütbündə, mənfi yüklər digər qütbündə toplanır. Bunu gələcək siniflərdə daha geniş formada keçəcəyik. Külək mühərrikində küləyin enerjisi, küləyin hərəkət enerjisi elektrik enerjisinə çevrilir. Su elektrik stansiyalarında suyun enerjisi elektrik enerjisinə çevrilir. Günəş panellərində günəşdən əldə olunan işıq və istilik enerjisi elektrik enerjisinə çevrilir. Həmçinin tarixdə ilk qalvanik element qalvanik 3800 il əvvəl Bağdadda hazırlanmışdır. 1938-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş bu element saxsı qabın daxilinə qatı qatıran qapaq vasitəsilə keçirilmiş dəmir və mis naqillərdən ibarətdir. Arxeoloqlar müəyyənləşdirdilər ki, bu qalvanik element dünyada ən qədim elektrik enerjisi mənbəyidir. Həmçinin ilk cərəyan mənbəyi Volta tərəfindən, İtalyan alimi olan Volta tərəfindən ixtira olunmuşdur. O, mis və sink lövhələrin arasına duzlu suda isladılmış parça qoyduqda mis diskin müsbət, sink diskin isə mənfi yüklə yükləndiyini müşahidə etmişdi. Batareya və ya qalvanik elementlər elektrik cərəyanın mənbələrindən bilirdir və biz burada görə bilərik ki, burada iki qütbündən ibarətdir. Bir müsbət, bir də mənfi qütbü mövcuddur. Batareya və akkumulyator cərəyan mənbələri bir neçə qalvanik elementdən ibarət olur. Cərəyan mənbələrində müsbət və mənfi yüklərin ayrılma prosesi baş verir. Belə ki, müsbət qütbündə müsbət, mənfi qütbündə isə mənfi yüklər yığılır. Kimyəvi reaksiyalar nəticəsində bu baş verir. Bəzən bir neçə qalvanik elementin ardıcıl birləşməsindən istifadə olunur. Bu zaman elementlərdən birini müsbət, digərini mənfi qütbünə birləşdirirlər. Daha çox qalvanik elementin ardıcıl birləşdirilməklə işlədicini daha çox enerji ilə təmin etmək mümkündür. Yəni ardıcıllıq bu şəkildə olmalıdır. Müsbət, mənfi formasında olmalıdır. Sadə elektrik dövrəsində elektrik enerjisi batareyalarla təmin olunsa da, televizor, ütü kimi işlədicilər belə cərəyan mənbələri enerjisi kifayət etmir. Ona görə onların işlənməsi üçün lazım olan elektrik enerjisi elektrik stansiyalarından naqillər vasitəsilə evlərə çatdırılır. Açar işlədicini istənilən vaxt dövrəyə qoşan və dövrədən ayıran qurğudur. Elektrik dövrəsinə lampa ilə yanaşı televizor, kompüter, elektrik qızdırıcısı, zəng və digər elektrik işlədiciləri də qoşulur. Bu işlədicilərin hər birini açar və ya üzərindəki düymə vasitəsilə istənilən vaxt dövrəyə qoşmaq və ya dövrədən ayırmaq mümkündür. Görürsünüz yəqin ki, əgər açarı açırıqsa, bu zaman dövrədən cərəyan keçmir, lampa sönür. Açarı bağlayan zaman dövrədən cərəyan keçdiyinə görə lampa yanır. Ona görə də açar qapalı olduqda elektrik dövrəsindən cərəyan keçir, lakin açar açıq olduqda isə elektrik dövrəsindən cərəyan keçmir. Burada da görə bilərsiniz şəkildə. Açarı elektrik dövrəsini açıb və ya qapamaq üçün istifadə olunur. Şərti işarəsini siz görə bilərsiniz. Dövrə elementləri bir-biri ilə və cərəyan mənbəyi ilə birləşdirmək üçün naqillərdən istifadə olunur. Evlərdəki elektrik dövrələri də sadə elektrik dövrəsinə oxşardır. Naqilləri biz gündəlik həyatda da müşahidə edə bilərik, yəni bunlara sıx şəkildə rast gəlinir. Birləşdirici naqillər dövrə elementlərin bir-birini əlaqələndirir və elektrik cərəyanının ötürülməsini təmin edir. Şəkildə görürsünüz. Közərmə lampası elektrik cərəyanının təsiri ilə ətrafa işıq verən cihazdır. Bunu da şəkildə həm şərti işarəsini, həm də əyani formasını görə bilərsiniz. Rezistor müəyyən müqavimətli naqildir. Elektrik müqaviməti artdıqca elektrik dövrəsindən keçən cərəyan azalır. Biz bunu gələcək dərslərimizdə keçəcəyik. Görəcəksiniz ki, cərəyanın artması və azalması naqili müqavimətindən bilavasitə asılıdır. Bu şərti işarəsi verilib. Reostat isə elektrik dövrəsindən keçən cərəyan şiddətini artırıb azaltmaq üçün istifadə olunur. Bu zaman biz reostatdan istifadə edirik dövrələrdə. Elektrik zəngi elektrik cərəyanının təsiri ilə ətrafa yayıla bilən səs qurğusudur.
Bundan da geniş istifadə olunur. Elektrik mühərriki elektrik cəryanının təsiri ilə işləyən mühərrikdir. Ampermetr dövrədəki cəryan şiddətini ölçən cihazdır. Voltmetr dövrədə gərginliyi ölçən cihazdır. Kondensator elektrik yüklərini toplamaq üçün istifadə olunan qurğudur. Kondensatordan. Əriyən qoruyucu isə dövrədə cəryan artdığı zaman dövrəni avtomatik açır ki, dövrədəki elektrik cihazları sıradan çıxmasın. Bu zaman əriyən qoruyucundakı naqil əriyir, yəni daxilindəki naqil əriyir və nəticədə özü sıradan çıxır. Bu da böyük bir dövrənin sıradan çıxmasını, həmçinin elektrik işlədicilərin sıradan çıxmasının qarşısını alır. Antenna fəzada olan elektrik siqnallarını qəbul etmək üçün istifadə olunur. Torpaqlama elektriklənmiş cismi elektrik yükündən xilas etmək üçün yer səthi ilə əlaqələndirilir və beləliklə yüklər yerə doğru axmağa başlayır, çünki yer səthi həmişə yüksüzdür. Qızdırıcı element elektrik cəryanı təsiri ilə ətrafa istilik verən cihazdır. Şəkildə sadə elektrik dövrələrinin sxemini görürsünüz. Burada görə bilərsiniz ki, batareya, naqillər və lampalardan istifadə olunub. Həmçinin elektrik açarı, lampa və cəryan mənbəyi kimi batareyadan istifadə olunub. Burada da 2 lampa, ardıcı birləşdirilmiş lampa, batareya və elektrik açarından istifadə olunur. Digər şəkildə isə biz görə bilərik ki, cəryan mənbəyi, ampermetr və lampa. Təbii ki, burada da elektrik açarı lazım gəlir və lazımından istifadə olunur. Həmçinin elektrik açarı, lampa və batareyadan istifadə olunub. Şəkildə siz görə bilərsiniz, bizdən soruşulur ki, su təchizatı sistemində sadə elektrik dövrəsinin sxemləri təsvir edilmişdir və bizdən soruşulur ki, su təchizatı sistemi və elektrik dövrəsində ümumi oxşar və cəhət nədir? Yəqin ki, görə bilərsiniz ki, 1 və 2-də müəyyən axın baş verir. 1-də suyun axınından danışırıqsa, suyun müəyyən istiqamətdə doğru axınından danışırıqsa, 2 şəklində biz elektrik axınından danışırıq. Yəni, burada elektrikin naqilin bir hissəsindən digər tərəfinə doğru axını baş verir. Bu sistemlərin işlənməsi üçün uyğun olaraq hansı şərtlər ödənməlidir? Şərtlər onlar ibarətdir ki, sistemlərin işlənməsi üçün mütləq şəkildə dövrə qapalı olmalıdır. Yəni, əgər hər hansı bir qırıq olsa, istər elektrik dövrəsində, həm su təchizatı sistemində boruda bir qırıqlıq yaransa, bu zaman sistem işə düşmür, sistemdə nasazlıq yaranır. Sistemlərdə uyğun olaraq suyun və elektrik cəryanının fasiləsiz axını nə təmin edir? Təbii ki, suyun və elektrik cəryanının fasiləsiz axını, elektrik cəryanının fasiləsiz axını cəryan mənbəyi təmin edir. Yəni, mənbə həmişə böyük bir rol oynayır. Su təchizatı sistemində suyun rahat axınını, dövrədə isə elektrik cəryanının rahat keçməsinə uyğun olaraq hansı sistem müqavimət göstərir, niyə? Bunu biz burada aydın oluruq ki, yəqin ki, biz ikinci şəklə baxsaq, görərik ki, burada müqavimət göstərən naqillər ola bilər. Biz bunu gələcək dərslərdə öyrənəcəyik geniş formada. Çünki naqillərin müqavimətindən çox böyük əhəmiyyət kəsb edir. Naqilin müqaviməti çox olduqca burada cəryan keçməsi zəifləyir. Həmçinin burada boruların ölçülərindən, boruların sahəsindən götürə bilərik. Boruların ölçüləri və sahələri də cəryanın keçməsinə müəyyən qədər müqavimət göstərir. Bu sistemlərdə başlıca fərq nədədir? Başlıca fərq ondan ibarətdir ki, biri su təchizatı sisteminin göstəricisidir. Yəni, onun sistemin göstəricisi olduğu halda biri sadə elektrik dövrəsinin göstəricisidir. Birinci halda suyun axınından danışırıqsa, müəyyən bir nöqtədən digər nöqtəyə, ikinci halda elektrik dövrəsinin axınından danışılır və hər ikisi bir istiqamətdə axındır. Elektrik dövrəsinin elementləri ilə şərti işarəsi təsvir olunmuşdur. Sizə əgər ola bilər ki, kitabda bu şəkil bu formada verilsin və bəzən sizdən elektrik dövrəsinin şərti işarə ilə təsvirini soruşsun və bəzən də ola bilər şərti işarəsinə verilsin və siz onu öz beyninizdə əyani formada təsvir etməyi bacarmalısınız və baxın, uyğun olaraq lampaya uyğun onun şərti işarəsi göstərilmişdir, elektrik açarına uyğun açarı göstərilmişdir, batareya da uyğun batareyanın şərti işarəsi göstərilmişdir.
Və yadınızda saxlayın, əgər biz elektrik dövrəsini qurmaq istəyiriksə, onu özümüz öz tərəfimizdən hazırlamaq istəyiriksə, bu zaman bunları mütləq açıq olan vəziyyətdə qurmalıyıq. Yəni biz cəryan mənbəyi olmadığı halda qurmalıyıq ki, bizdə problem yaranmasın. Çünki elektrik cəryanını keçirmə halımız mümkündür. Və biz açıq formada, açarın açıq vəziyyətində tam şəkildə qurduqda sonra, tam əmin olduqdan sonra dövrəyə cəryan mənbəyini qoşur və açarı qapamalıyıq ki, görək ki, həqiqətən də dövrədən cəryan keçir yoxsa yox. Birinci lampanın işıqlanmasına səbəb nədir? Şu şəkildə görürsünüz ki, dövrə qurulub, burada elektrofor maşınından istifadə olunub, lampadan istifadə olunub, həmçinin burada kiçik bir hissə elektrik açarı kimi götürülüb. Biz elektrofor maşınını hərəkət etdirsək, bu bir müddət sonra biz görə bilərik ki, həm A-da lampanın işıqlanması, B-də isə batareyanın təsiri nəticəsində lampanın işıqlanması müşahidə edərik. Əgər birinci halda bizdə lampanın işıqlanması o zamana qədər davam edir ki, biz həmin elektrofor maşınının dəstəyini hərəkət etdiririk. Əgər hərəkət dayandıqdan sonra artıq işıqlanma mümkün olmur. Amma lampanın da ikinci halda isə batareyanın işıqlanması batareyanın enerjisinin bitməsinə qədər davam edir. Yəni bateriyada da müəyyən müddətdən sonra enerji bitə bilər və nəticədə lampa sönə bilər. Lampanın yanması üçün nə etmək lazımdır? Bizdən soruşulub elektrofor maşını, açar, LED lampa və birləşdirici naqillər verilmişdir. Sonra biz müəyyən dövrə qururuq, dövrə yığırıq və başlayırıq elektrofor maşını hərəkət etdirməyə və açarı qapayırıq. Açarı qapadıqdan sonra görürük ki, elektrofor maşını hərəkət etdirdikcə lampa yanır. Elektroforun rolu ondan ibarətdir ki, lampanı cəryanla təmin edir. Otaqdakı lampanın uzun müddət yanması necə təmin olur? Lampanın uzun müddət yanması elektrofor maşınının dəstəyinin hərəkəti nəticəsində mümkün olur. Yəni o hərəkət etməsə lampa yanmaz. Bizdən belə bir sual soruşulur mövzuya uyğun olaraq. Sizcə tikinti layihələrində elektrik dövrəsinin sxemini əvvəlcədən çəkilməsəydi, hansı problemlər yaranırdı? Çünki biz adətən tikinti layihələrində mütləq elektrik dövrəsinin sxemini əvvəlcədən verməliyik. Bu bizə vermək çox böyük əlverişlidir. Çünki bu tikinti işləri zamanı elektrik dövrəsini yığmağı asanlaşdırır və biz müəyyənləşdirə bilirik ki, açarlar, elektrik açarları, yuvalar həmin binanın hansı hissəsində yerləşdiriləcək. Yəni biz daha rahat müəyyənləşdirə bilirik ki, elektrik açarları və yuvalar, elektrik yuvaları binanın hansı hissəsində yerləşdiriləcək. Bunun üçün də yer ayırmağa bizə kömək edir. Öyrəndiklərinizi tətbiq edin. Digər elektrik mühərrikindən istifadə edərək istədiyi vaxt yandırıb söndürə biləcəyi sərinkeş düzəltmək istədi. Bunun üçün nigara hansı ləvazimət və dövrə elementləri lazımdır? Deyilir bizə ki, elektrik mühərriki mütləq şərti işarəsini çəkməliyik. Dövrədə mütləq elektrik açarı olmalıdır. Əgər biz yandırıb söndürmə əməliyyatını yerinə yetirməliyiksə, burada elektrik açarı bizə lazım gəlir. Sərinkeş isə bizə lazımdır. Müəyyən sərinkeş istifadə edə bilərik. Bir də mütləq şəkildə cəryan mənbəyi qoyulmalıdır ki, biz cəryan mənbəyində həmin sərinkeşi cəryan mənbəyinə təmin edə bilək. Sonra sxemini çəkirik. Cəryan mənbəyi, mühərrikə qoşulmuş sərinkeş və elektrik açarı və təbii ki, naqillər də bunlar çəkildikdən sonra dövrə tamamlanmış olur. Digər tapşırığa baxaq, fizika dərsində şagirdlər bir neçə limonun hər birinə bir-birindən müəyyən məsafədə mis və sink metal parçalar batırdılar. Bu parçaları LED lampanı naqillə birləşdirdikdə lampanın yandığını müşahidə etdilər. Sizcə lampanın yanması hansı növ enerjinin elektrik enerjisinə çevrilməsi nəticəsində baş verdi? Biz bunu gələcək dərslərdə keçəcəyik və bilirsiniz ki, elektrik cəryanını keçirən və keçirməyən maddələr vardır. Limon ümumiyyətlə elektrik cəryanını yaxşı keçirən maddələrdir. Əgər biz bunları bu şəkildə birləşdirsək, orada kimyəvi proses baş verir və kimyəvi enerji sayəsində biz elektrik enerjisi alırıq və elektrik enerji sayəsində də biz LED lampamız müəyyən müddət ərzində yana bilir. Yəni burada enerji çevrilməsi götürdükdə
kimyəvi enerjinin elektrik enerjisindən çevrilməsindən danışılır. B variantında deyilir ki, limonları qalvanik elementlərə oxşatsa, onlar necə birləşdirilib? Cavabınızı əsaslandırın. Qalvanik elementlərə birləşdirsək, fikir versəniz, qırmızı, mavi, qırmızı, mavi, qırmızı, mavi və bu şəkildə davam edir. Və biz deyə bilərik ki, burada ardıcıl birləşmədir. Yəni, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi formasında birləşdirilib. Və bu şəkildə cərəyan mənbəyi ardıcıl olaraq qurulmuşdur. Digər şəkildə baxsa, şəkildə dövrələrdə açarları qapadıqda lampalardan biri yanır, digərisi yanmır. Biri yanır, digərisi yanmır. Açarları qapadıqda lampalardan hansı yanar və nə üçün? İndi gəlin baxaq. Birinci lampaya baxsa, görərik ki, cərəyan mənbələri mənfi, müsbət, şəkildə qurulub. İkincidə isə mənfi, müsbət, mənfi. Biz bilirik ki, ümumiyyətlə cərəyan mənbələri ardıcıl formada qoşulmalıdır. Əgər biz müsbət, mənfi və yaxud mənfi, müsbət bu şəkildə qoşmalıyıq. Amma ikinci lampada bu hal düzgün qoşulmamışdır. Yəni biz mənfi, müsbətə təzədən müsbət, mənfi qoşmuşuq. Yəni əks proses baş vermişdir. Ona görə də ikinci lampa yanmır. Amma birinci lampa yanacaq. Çünki orada birləşmə ardıcıl formada götürülmüşdür. Sxemini çəkmək bizdən tapşırılır. Sxemini çəkməli olsaq, təbii ki, biz birinci lampanın olduğu sxemi çəkməliyik. Çünki birinci lampanın olduğu sxem düzgün sxem sayılır. Yəni biz cərəyan mənbələri mənfi, müsbət. Adətən biz şərti olaraq cərəyan mənbələrində balaca xətti mənfi, böyük xətti müsbət qəbul etmişik. Ona görə də mənfi, müsbət şəklində yaz çəkirik. Daha sonra bizdə açardır. Açar açıq vəziyyətdə göstərilib. İlk halda açar, naqillər və təbii ki, lampanın şərti işarəsini çəkirik və nəticədə sxem tamamlanmış olur. Keçək digər tapşırıqlara. Digər tapşırıqlarda bizdə soruşulur ki, sxemdə şərti işarələri verilmiş dövrə elementləri ilə ifadələr arasında uyğunluğu müəyyən edin. Birincidə bizdə şəkil verilmişdir. Bu şəkil bizdə bilirik ki, cərəyan mənbəyinin şərti işarəsidir. Biz bunu cərəyan mənbəyi də götürə bilərik. Qalvanik elementin də şərti işarəsini götürə bilərik. Yəni burada birə biz C-də qeyd edə bilərik. Elektrik dövrəsinin enerjini təmin edən qurğunun şərti işarəsi. Bunu da götürə bilərik. Çünki bilirik ki, cərəyan mənbəyi dövrəni enerjinin təminidir. Ona görə də biz birə adətən yazmış olsaq, C və D-ni yazarıq. İkinci halda bizdə lampadır. Biz bunu bayaq öyrəndik. Üçüncü ilə isə bizdə dövrəni ayıran və qoşan qurğunu, yəni bizdə elektrik açarı şərti işarəsidir. Ona görə də 3-ə Y yazmalıyıq. Sonuncu tapşırıqda bizdə soruşulur ki, şəkildəki fənərin elektrik dövrəsinin sxemi hansı variantda düzgün verilmişdir? Görürsünüz ki, burada fənərdəki batareyalar ardıcıl formada qoşulmuşdur. Yəni mənfi, müsbət. Yəni biz burada cərəyan mənbələrini axtararkən mənfi, müsbət, yəni kiçik xətt, böyük xətt, kiçik xətt, böyük xətt kimi götürülməliyik. Burada C variantına fikir versəz, bu hal ödənilir. Sonra bizdə lampadır. Çünki biz fənərin işığını görürük, yəni lampası vardır. Sonra bizdə elektrik açarı. Biz bilirik ki, fənərin üzərində xüsusi yer var ki, biz onu yandırıb söndürmə, yəni açar, elektrik açarı yerləşdirilmişdir. Ona görə də burada elektrik açarını qeyd etsək, düzgün variant bizdə C variantı olacaq. Ümumiyyətlə biz bu dərsimizdə elektrik dövrəsi və onun elementləri ilə tanış olduq və o elementlərin şərti işarələrini öyrəndik və həmçinin öyrəndik ki, elektrik dövrəsi real həyatda hansı xüsusiyyətlərə malikdir, hansı hallarda istifadə olunur. Bəziləri isə biz ümumi şəkildə öyrəndik, qısa formada öyrəndik. Gələcək dərslərimizdə isə biz bunu daha geniş formada, daha dərin formada sizinlə öyrənəcəyik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.